Afət Fərman qızı maraqlı açıqlama verib. Afət Fərman qızı xəbəri oxuyuram, halallıq ver mənə. Çıxıb demək ki, Sara Səfura dalaşma mənlə, xəbər də oxuyuram. Halallıq ver. Açıqlaması olub. Təbii ki, istinad edirəm Milli.az-a. Xəbərverici sənətçi həmkarı Şəbnəm Tovuzlu və onun ailəsi ilə birgə fikirlərini bölüşərək müzakirələrə səbəb olub. Bildirib ki, Şəbnəmin həyat yoldaşı Hacı ailəsinə sahib çıxan məsuliyyətli bir insandır. Afət Fərman qızı deyib. Afət Fərman qızı halallığı ver, xəbər oxuyuram. Afət Fərman qızı qeyd edib ki, Hacı uşaqlara ata qayğısı göstərir, onları məktəbə aparıb gətirir və daim ailəsinin yanında olur. Müğənni belə kişiləri nümunə göstərərək əsl kişi budur ifadəsini işlədib. Sənətçi, yəni Afət Fərman qızı həmçinin Şəbnəm Tovuzluya dəstək verərək onların ailə münasibətlərinin möhkəm olduğunu vurğulayıb. Hacı halaldır. 14 ildir Şəbnəmlə ayıra bilmədiniz. Yəni insanlara müraciət edib ki, bu qədər dedikodu oldu, söz-söhbət oldu. Şəbnəmlə Hacını ayıra bilmədiniz. Onun sözlərinə görə bəzi insanların bu münasibəti illərdə pozmağa çalışmasına baxmayaraq, yəni bəzi insanlar buna nail ola bilməyiblər. Afət Fərman qızı əlavə edib ki, onların ailəvi münasibətləri də var və həyat yoldaşları bir-birini tanıyır. Müğənnilərin bu fikirləri sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub. Yenə deyirəm, Afət Fərman qızı bu xəbəri oxudum, halallığını ver. Bax, həmən başlama ki, Sara Səfura, Sara Səfura. Halallıq ver.